Bu adi film yox. 1993-cü il Azərbaycandır. Bir anlıq təsəvvür elə. Cibində pulun var, amma mağazada çörək yoxdur. Uzun uzadı saatlarca növbə gözləyirdik ki, çörək alıb mağazadan evə gedək. İndi isə vəziyyət fərqlidir. Marketlər doludur. Çörək çeşidi boldur. Kartla, telefonla, onlayn sifarişlə alırıq. İstədiyin saatda, istədiyin növdə hər şeyi tapmaq mümkündür. Bu video keçmişə baxmaq üçündür ki, bugünün dəyərini bilək. Çörək yenə çörəkdir. Sadəcə indi tapılır, o vaxt tapılmırdı. Bir vaxtlar pul var idi, çörək yox. İndi isə çörək boldur, pul yox. Demək ki, dərd dəyişib, amma çətinlik qalıb. Sonda şərhləri sizə buraxıram.